Bir. Güzel. Bismillah. Benzinimiz qutarır. Benzin vurmaq lazımdır. Bugün mən də ancaq sokardan vururam normalda. Hər yerdən benzin vurmuram da. Ona görə gərək sokardan yolumu salım. Çünki bu ilə hardasa bir nə qədər sürə bilərəm görəsən. Yəqin ki bir 60 kilometr sürərəm ən az. 60 kilometr. Əslində 60 kilometr az deyil. Yenə də bugün dəysəm yaxşı olar. Çünki sabaha qalsa sabahca əl ayağa düşəcəm. Amma bugün rahat-rahat benzinimi doldura bilərəm. Bismillah, təvəkkəltu aləllahi və la havlə və la quvvətə illə billah. Allahumma inna a'udukə nədillə və dəllə və zillə və zəllə və zirmə və vudrə və cələ və cələləyyə. Subhanəl-ləzi səxərə lənə həzə və mə kunnə ləhə yüklənən. Getdik dostlar. Bildiyim bütün duaları oxudum. Allah yar və yardımcımız olsun. Ümidvaram ki bu videonu izləyənlər üçün də vaxt öldürməyə bir video çıxar sizin üçün. Yəni bu videoda nəsə öyrənmək və nəsə bilgilənmək üçün girmirsiniz də hər bir halda. Əgər elə bir şey üçün girirsinizsə valla özümü çox belə xəcalətli hiss edirəm. Çünki məqsəd bu deyil də, yəni məqsəd burada vaxt öldürməkdir. Ümumiyyətlə yeni bir rubrika yarattım. Deməli təzə mikrofon aldım axır ki. Çünki səs buradan qışqırırdım hər dəfə, bunu yetimin üstünə qışqırırdım hər dəfə bu kameranın üstünə. Kameradakı səsimi hər dəfə götürmürdü. Çünki külək olurdu. Nə bilim müəyyən bir anlamda cəmaatı yol verək keçsin. Bəlkə burada saxlayacaq. Qalxdıq. Qalxarsan ha, igid. Yəni hər bir anlamda səsimi yaxşı götürmürdü. İndi bax küləkdir görürsüz, amma səsimi necə rahat mikrofon götürür. Niyə? Çünki mikrofonu Wi-Fi mikrofondur bu arada. Buradan nətə keçəcək biz? Buradan yer qoymayıblar ha. Dayı uşağı. Ha, yox, burada var yer. Buradan biraz motosikletlərə yer saxlayayım da. Buradan keçənməyəcək, buradan düşərik. Pilləkənlə. Ya Allah. Oranı. Çox keçdik. Dayı bir daha. İsti deyə maşında kondisioneri vurursunuz. Bizdə kondisioner yoxdur. Məndə məsələn yoxdur kondisioner. Yəni belə bir özəllik yoxdur. Ona görə mümkün mərtəbə həmişə motosikletləri xüsusilə yayda, xüsusilə yağışlı havalarda, xüsusilə küləkli havalarda anlamaq lazımdır ki onlar keçib getsinlər. Çünki sizə yağış yağmır, sizə isti vurmur, amma onlara vurur. Buradan sağa dönəcəm. Aha, sifariş gəldi. McDonald's'dan. Daha uşaq bir dənə gözlə, qardaş oğlu bir dənə gözlə də mən. Valla bu nə zakazlar daxı mənə gəlir. Heç götürək də, 2 manat 54 qəpik. Ay, gözlə bir dənə. Bunu almaq istəyir. Əslində yaxşı zakazdır. Pirosdakı görəsən götürüm də. Götürdük. Bəli. Götürdük və burada Coca-Cola. Ümumiyyətlə McDonald's sifarişləri kimi həyasız sifariş yoxdur. Çox həyasız sifarişdir McDonald's sifarişləri. Çünki içkiləri dağılır. Ona görə götürməməyə çalışıram, amma mümkün mərtəbə götürməsəm belə olmur. Yenə də gəlir. Bəli dostlar, getdik motosikletimizi götürdük.
Motosikletimi götürdüm. Motosikletimi götürdüm və günortaya kimi hardasa bir saat 4'e falan kimi motosikletlənəm. Yəni biraz motosikletlə də başımızı xarab edeyim. Sonra keçəcəyik elektron velosipetimizə. Buradan bir dənə dayanıq. Böyle işler. Sonra keçəcəm velosipetə. Gedəcəm şəhərdə garajdan velosipetimi götürəcəm. Start your engine. Vay belə bu svarışda ki, keş götürməzdim ya, peşman oldum. Neyse. Sonraki peşmançılıq fayda vermir daha uşağı. Kartofeli, şirinçili, miçimikli. Qəribə sifarişlər deyirsən öləsən. Gedək. Yaraman. Dostlar, təzə video açacağım. Rublikası açacağım. Mən çox Azərbaycanla başım çıxmır. Yəni sözləri səhv deyə bilərəm. Deməli burada çocuğu saxlamağa da yer yox deyə bilər. Ba. Marxaya verək. Adını da qoyacağam Boşboğaz. Rubrikamızın adını qoyacağam Boşboğaz və sırf sizinlə söhbət elədiyim videolar paylaşacağım. Abi bunu mən burada saxlasam, sənə gələnə ot tutub yanacaq bu. Motosiklet. Neyse, saxlayaq da başqa yerdə yoxdur. Neyse. Oy. İyun ayıdır. 28 derece isti demişler bu günə. İndi yəqin ki 28 o bir söz var. Kölgədə 28 deyirlər. Vallahi 28'e də oxşamır. 30'dan rahat çoxdur yəni bu istili. Mən amma dözə bilmirəm. Mən ümumiyyətlə isti sevən adam deyiləm. Özüm dəhşət istiqanlıyam deyə. Yəni münasibətlərdə yox, yəni ümumiyyətlə də yəni istiqamlı insanam. Yəni dözümüm yoxdur istiyə. Soyuğu sevirəm, qışı sevirəm. Ona görə belə hətta indi hələ 28 dərəcə temperatura belə məncə dözə bilmirəm. Qaldı ki yayda nə edəcəm bilmirəm. İnşallah ki bu yay çox isti keçməz, yoxsa yəni mən ölərəm. Keç dayı, keç. Çox isti olsa yəqin ki əriyib gedəcəm mən. Vay, hara baxırsan inşaat gedir. Hara baxırsan sökürlər, tikirlər. Bakıda hələ bir rahatlıq üzü görmədik də biz. Gedək orada danaq. Ağlayayım. Biraz qapağını açaq. Biraz vizoru açaq, hava gəlsin. Şeyhçidən super fürsət 4.90. Dostlar, bu nə fürsət olur? İçki de veriyor. Tez. Yar aman yar, gözlerine heyranım. Emidiyon. Gözlerine heyranım. Gedək Danacadan sifarişimiz var. Sola dönəcək. Bu əbeş oldu. Gel biz sağa dönək.
sat. Bəli, nəsə sözüm yarımçıq qalmışdı. Deməli bu rubrikanın adını qoyacağam boş boğaz. Çünki həqiqətən boş boğazlıq eləyəcəm və ümidvaram ki, oturub məni izləmərsiniz. Ümidvaram ki, yəni mənim qədər boşbekar deyilsiniz. YouTube'da bu qədər video var. Gedin onları izləyin, nə qardaş. Azərbaycanda bir nə qədər faydalı YouTuber var. Bilirsiniz bunu? Hə? Yoxsa mənim kimi boş boğazları izləmək məncə sizin üçün o qədər də faydalı olmaz. Ayna qoyduq ha biz, gördünüz? Sağdan sola, soldan sola və çıxdıq vəziyyətdən. İsti deyə dayana bilmirəm valla. Orada mən onu gözləyim, o parking eləsin. Məcbur bir tər çıxacam. Çünki kölgə olsa gözləyərəm. Kölgədə deyil axı. Burada B'dən arxasıca gedək. Burada bir yerdə dayanmalıyıq. Prosta harda dayanaq. Bax o müəmmalı məqamdır. Bir dənə buradan geriyə dönmə eləyək. Dön. Burada ümidvaram ki, cərimə gəlməz mənə saxlasam. Nişan da yoxdur. Gedək sifarişi götürək. Gələk.